Deməli, video çəkdik. Məcburən yeniləməli olduq, çünki öz-özünə dayandı. Deməli, it bir də izah eləyirəm yenidən. It yalnız mübtəda ola bilər, bir də tamamlıq ola bilər. O mənasında mübtəda, onu, ona mənasında, sözsüz ki, bu cansız və heyvanlara aiddir. Ona mənasında isə tamamlıq ola bilər. Mübtəda olarsa cümlənin əvvəlində it comes, məsələn, mübtəda, sonra feil və tamamlıq kimi istəyirsinizsə yazmaq. Bu zaman feil və söz önündən sonra it verəcək. Məsələn, take it, onu götür və yaxud da ki, on it, onun üzərində. Çünki burada artıq onu, ona, onun, burada söz önündən asılıdır da, buradakı itin tərcüməsi. Yəni, it sözün və feildən sonra yazıla bilər və yaxud da cümlənin tam əvvəlində yazıla bilər. Görək, it nə zaman yazılar? It-s, it-s. Bu olacaq onun, yəlik əvəzliyidir. Özündən sonra isim, sonra sifətli isim, yəni ismi birləşmə. Sifət plus isim və yaxud da say plus isim. Yəni, it's, onun sözü isimsiz işlənməz. Necə ki, my deyir ya, aslı yəlik əvəzliyi. Bu da aslı yəlik əvəzliyidir. My book, my deyib sonunu cümləni bitirə bilməli, çünki mütləq isim lazımdır. Eləcə də it's-dən sonra mütləq isim lazımdır. Bir də it apostrof s. Bu isə ya it is-in qısalmışıdır, ya da it has-in qısalmışıdır. İndi başa salacağım necə tapaq görə bu it has-dir, yoxsa it is-dir. Demək ki, it apostrof s özündən sonra feilin üçüncü forması və yaxud da ki, id-li keçmiş zaman alarsa, demək bu it has-in qısalmışıdır. Məsələn, it has done və yaxud da it is washed, yuyulub mənası. It's washed, it's done. Bu hazırdır, bu yuyulub mənasında indiki bitmiş zamanda istifadə olunur. Bir də görək, digər hallarda necə olacaq? It s plus verb ing olanda indiki davam edici zamandır. It is running. It is running. Burada is'dir. It is running. Gördünüz, bu ing-dir. Demək ki, indiki davam edici zamandır. It is running. Biz demişdik, indiki davam edici zaman olur? To be plus verb plus ing. Bir də baxaq görək, digər hallarda necə istifadə olunur. It is-in başqa forması. It is, odur, budur mənasında. Odur. Necədir? O belədir, o elədir, belə mənada. Gəlin görək necə işlədəcək onu. Məsələn, qoy, belə silə rahat yerimiz olsun. It-s. Özündən sonra alar very. Görürsünüz, it is very good, it is very big. Alar sifət, amma bayaqki kimi isimsiz. Alar article, an, a, the. Burada tək isim qoya bilərəm. An apple məsələn də, mütləq ki, sayılan tək isim, çünki article var burada. Burada ikisini də işlədə bilərik. Gəldi bura. Sonra nə ala bilər? Say ala bilər. It is 9, it is 6, it is 5. Baxmayaraq ki, rəqəmi çox görürük, rəqəmlərin xəbəri təkdə olur. Amma yenə də isimsiz. Yəni, bayaq demişdik, it has 4 windows. Amma burada it's 4 windows. Bayaq onun bunun yazanda izah eləmişdim. Yoxsa burada izah eləməmişəm, onu da izah eləyərəm. İsim. Burada isim olmaz. İndi bir dənə nümunə verim sizə. Baxaq görək necə olur. Yan-yana yazacağım, fərqini görək. Belə yazın burada ayrıca. Siz də fərqini görün. Yox, burada yazsam yazısı getməyəcək. Qoy belə bölüm. It bitişdirdik s. Oldu onun. It apostrof s, it is. Oldu odur. Gəlin baxaq.
Its bitişdirdik. Its birbaşa windows. Onun pəncərələri. Its windows. Onun pəncərələri. Burada uşaqlar görürsünüz its windows oldu. Onun pəncərələri. Amma burada it apostrof olsa, burada has'in mənasını versə, it has windows. Görürsünüz burada mütləq apostrof s verməliyik. It has windows. Onun pəncərələri var. Burada has mənasında. Feilin indiki bitmişin has'i deyil ha, bu köməkçi feil olaraq. Bu əsas feildir. It has windows. Onun pəncərələri var. Var mənasında. Burada isə onun pəncərələri. Vəssalam, pəncərələri. Burada xəbər yoxdur. It's windows. Burada şu xəbər var. It has windows. Onun pəncərələri var. Sonra it's big windows. Onun böyük pəncərələri. Gördünüz sifət, sonra isim. Amma burada belə deyəcək. It's big windows. Onun böyük pəncərələri var. It has big windows. Burada has mənasındadır. Sonra yazıram burada. It's for, qoy rəqəmlə yazım, yer tutmasın. For windows. Onun 4 pəncərəsi. Burada olacaq. It has'in qısalmışı. It has 4 windows. Burada olacaq. Onun 4 pəncərəsi var. Bax, bu has'in qısalmışıdır. Gəlin axtaraq. Very varsa mütləq it is verəcəm. Çünki bayaq izah elədim ki, very və yaxud da birbaşa sifət varsa, burada isim yoxdursa, it is ayrıca qısalmışı və onun necə yazıcı it's, belə apostroflu. Win var, fail var. Fail və sözün olan yerdə it. Burada birbaşa isim var, it'si, elə kakras burada yerinə düşüb. It'si, it's, onun mərhələləri. Deyirəm, it is very difficult. Çox çətindir. It is very difficult. Bir də digər tapma metodunu deyim uşaqlar. Onu da bəlkə o daha sizin yadınızda qalar. Sifət, sonra to, sonra fail varsa bura 100% it apostrof s'dir. Yəni it is. Bunu yadınızda saxlayın. Bəlkə bu da sizin üçün asan da olar. Sifət və yaxud da burada very zərfli sifət. Sonra to, sonra fail varsa bilin ki bura it is'dir. Sonra faildən sonra bilirik ki fail və sözündən sonra it obyekt alır, onu bunu tərcümə edirik. It is very difficult to win this game. Bu oyunu udmaq, qazanmaq çox çətindir. If you want to win it, əgər onu udmaq istəyirsənsə, you have to pass all its levels. Sən keçməlisən bütün onun mərhələlərini. Bir də ki, mən yuxarıda izah edib aşağıda avtomatik olaraq yanlış variant seçə bilərəm. Diqqətli olun. Ona görə bilin ki, izahda nə deyirəmsə ona fikir vermək lazımdır. Sonra inkar hissə var, don't var. Görürsünüz, inkardır bura. İnkardan sonra inkar, some və ya no yazılmaz. İnkar hissə qabaqdadırsa, don't varsa burada, some və no yazılmaz. Eyniləri yazılar. Burada bu boşluqda about'dan qabaq isim var. Məsələn, belə nöqtə qoyub burada secret desəydi, isim olardı. Düzdürmü? Boşluqdan sıra sonra, dərhal sonra isim olardı. Onda eyni secret yazardıq. Burada isim yoxdur deyə mənə törəmə lazımdır. Yəni, özünün ismi olan əvəzlik. Don't copy əmr cümləsidir. Əmr cümləsi olmasını nə bilərəm? Çünki qabaqda fail var. Fail, nida, bunlar əmr cümləsidir. Əmr cümləsində iki əvəzlik işlədir. Yourself və ya yourselves. Görürsünüz, burada cəmdədir. Xitabım əgər təkdədirsə, müraciət etdiyim şəxs təkdədirsə, yourself, cəmdədirsə, yourself. Bilmirəmsə, burada bilinmir, təkdir, cəmdir, onda hər ikisini seçməliyik. Gəldik bura. İsim var, var. İsim oldu, təkdədir, sayılan isimdir. All'lar sayılan ismi mütləq cəmləndirir. All parks olmalıydı. Burada beauty var, on beauty öz gözəlliyi, isimdir. Bizə əgər əvəzlik birbaşa isim aldısa, it's, yəni əvəzlik own aldısa, mütləq belə yazmalıyıq. Və sayılan tək isim varsa, nə yazırıq? Each, every, Ayzə, Nayzə və Ənazə. Bunlardan sonra mütləq və mütləq birbaşa sayılan tək isim gələr. Sayılan tək. Əgər
Ayzənin çıxma, every'nin çıxmaq şərtindən. Bunlardan sonra burada of. Bunlar da every ilə ən azdan sonra of yazmarıq. Each, Ayzə, nice'dan sonra of yazsaq, cəm isim verib. Cəm isim. Buradan da sonra cəm isim bu ikisindən sonra. Yenə tək xəbər. Bütün hallarda bu əvəzliklər tək xəbər alır. Of yoxdursa birbaşa sayılan tək isim alır. Hamısı sayılan tək isim alır. Of yalnız bu üçündə ola bilər. Cəm isim yenə tək xəbər almalıdır. Onu da qeyd edin. Gəldik bura. Pəncərələr bağlıdır. Closed, bağlıdır. D düşüb burada yəqin. Please open them. Demişdik ki, feildən sonra obyekt alı gələr. Niyə cəmdə oldu? Çünki söhbət pəncərələrdən gedir. My friend təkdədir. Bilmirəm she'dir, he'dir. Amma təkdədir. Onu qaydanda özümdən danışmayacağım. Bu üçüncü şəxsdir. Və cəmdə deyil deyə yalnız bir və ikini seçə bilərəm. Gəldik bura. Of var. Bu hallarda, bu cürə testlərdə xəbərə baxın. Xəbər cəmdirsə, each və one heç vaxt cəm xəbər ala bilməz. Boss o zaman cəm xəbər alır ki, cəm isimlə işlənir. O zaman tək xəbər alır ki, sayılmayan isim işlənir. Bu zaman tək xəbər verə bilərik. Amma sayılan cəm verdisə, mütləq xəbəri də cəm olmalıdır. Boss'un isə həmişə xəbəri cəmdir. Gəldik bura. 2 dənə cümlə verib. Bu deməkdir ki, uşaqlar, mütləq sizə ikinci cümlə səbəbsiz yazılmayıb, nəsə bir xəbər vermək istəyir. The fridge is completely empty. Soyuducu tamamilə boşdur. Demək, yeməyə nəsə yoxdur. Amma xəbərim təsdiqdədir. Təsdiqdə olduğu üçün enini işlətmərəm. Tərcümə ilə hər şey var xaladenikdə, soyuducuda deyə bilmərəm. Gəldim nothing'ə və no'ya. Bayaq izah etdiyim kimi, boşluqdan sonra birbaşa isim yoxdursa, mənə isimli törəmə lazımdır. İsimsiz yox. Gəldik bura. You shouldn't say. İnkar hissə var burada. İnkarla every işlənər. Uşaqlar çaşmasın, amma some və no işlənməz. Burada görürsünüz ki, isim yoxdur. Ona görə törəmənin özünün ismi olmalıdır. To. İnkardır. Anything to anybody about own life. Öz şəxsi həyatın. İsim varsa, baxın, əvəzliyin sonunda s varsa, demək mən onu seçə bilmərəm. Bunlar isimsiz işlənir. Qaldı. Bir dənə variantım oldu. Heç nə demə, heç kimə haqqında özünün həyatı. Yəni, öz həyatın haqqında heç kimə heç nə deməməlisən. Gəldik bura. The two girls. Harda rəqəm varsa, mütləq 2 nəfərdirsə, each azə, burada each azə, başqa variant zaten yoxdur. One another 3 və daha çox. Each azə 2 nəfərdən söhbət gedir və isim varsa boşluqdan sonra mütləq mənə apostrof s lazımdır. Nın, nin, nun, nün. Bir-birinin əlini. 2 nəfərdən söhbət gedir. Gəldik bura. The performance was so dull. Bura darıxdırıcı deməkdir. Boring sözünün sinonimidir bu. Performans deyil, çox darıxdırıcıdır. Wanted to watch. Başlıq bura. Birinci baxın, görür feil gəlir. Birbaşa bilirəm ki, feildən sonra bu ikisi işlənər. O qədər deyir darıxdırıcı idi ki, heç kim baxmaq istədi ona. Heç kimi. Siz 2 dənə inkar ingilislərdə işlənmir. İstəmədi demirik. Çünki nobody ilə xəbərim görürsünüz təsdiqdə olur. Çünki no-nun zaten özünün inkarı var. O qədər darıxdırıcı idi ki, heç kim ona baxmaq istəmədir. Mən nobody-nin yerinə no one verə bilərəm. Amma burada gərək feildən sonra it yazılsın. Baku is an attractive city. Nöqtə qoyulub və burada mənə mübtəda lazımdır. Amma görürəm ki, very gəlib. Onda mübtəda yox, o çox müasirdir. It is very. Çünki demişdik, very olan yerdə nə veririk? It is veririk. It is very modern and isim var. Onun cəmaatı. It's. Onun people are hospitable. Məmə people axı cəmdir. Niyə mən it tək götürüm? Söhbət people'dan getmir.
Mübtədamız Bakıdır. Bakı müasirdir. It is very modern and its people. Bakının cəmaatı. Ona görə its olacaq. Gəldik bura. Nobody told about plans. Şola, demişdik ki, vəzliyin sonunda s varsa, ondan sonra isim yaza bilmərəm. Ona görə nə seçirəm? 1-2. Gəldik bura. I have two sisters, of them live in London. Mənim deyir, 2 bacım var, onlardan yaşayır. Gəlin baxaq. Live nədir, xəbəri nədir? Təkdir, cəmdir? Cəmdir. Burada xəbəri cəm olan yalnız bozdur. No-dan sonra zaten of verə bilmərəm. No yalnız ya azəni alar, ya da isim alar. İstənilən isim, tək, cəm, sayılan, sayılmayan. No özündən sonra heç nə almaz. Of almaz, eyni almaz, z almaz. Heç bir təyinici almaz. Every'dən sonra of gəlməz. Nobody törəmədir, özündən sonra of almaz, isim almaz. Nə bilim, sonra what almaz, əvəzlik almaz. Əvəzliklərdən zət alar. Gəldik bura. Və who alar, əgər burada canlını göstərirsə. İç qaldı bir dənə. Çünki, iç qalmadı, boz qaldı. Çünki xəbərim cəmdir, içi də verə bilmərəm. Qaldıq burada boza. Yenə deyirəm, bəzən izah eləyirəm. Birbaşa başqa variant seçirəm. Ona fikir verməyin, siz mənim izahıma fikir verin. İçin xəbəri həmişə, belə yazaq, xəbəri həmişə təkdir. Həmişə. Başqa variant yoxdur. Burada xəbər cəmdir. Tək olanda nə olardı? Lives olardı. Demişdik ki, isimlə fərqli olaraq feylə s qoyanda o təklənir. Are var. Not in a department store. Bura mağazadır. Gəldik bura. Cəmdədir. I, he, she çıxdı. Them obyekt haldır. Feildən və söz öndən işlənər, sonra işlənər, amma mübtəda yerində işlənməz. Ona görə they. Gəldik bura. Feil var. Feildən sonra obyekt me, us, them olmaydı. Him, us doğrudur. Ona görə bu variantı çıxdım. On, isim var. İsim olandan sonra ours deyə bilmərəm. Deyəcəksiniz, amma burada da s var. Demişdiniz, axı s olanlarda sonra isim yazılmaz. His və its həm isimlə, həm isimsiz işlənə bilər. Qaldı. Mine də özündən sonra isim almaz. Qaldı 2 və 4. Mine özündən sonra isim almaz. Ours özündən sonra isim almaz. His, its həm isimlə, həm isimsiz işlənə bilər. Və burada feil olduğu üçün as, him uyğun gəlir. Gəldik bura. Let'sin qarşılığı, qayıdış əvəzliyi həmişə ourselves olur. Niyə müəllimə? Çünki bu let us, yəni we sözüdür. Biz, özümüz. Gəl biz özümüz bu evi boyayaq. Let us, gəl biz özümüz bu evi boyayaq deməkdir. Try to talk though they didn't know language. Language var, isimdir. Demək mənə apostrof s lazımdır. Qalan variantları çıxaram. Çünki isim varsa mütləq mənə nın, nin, nun, nün, yəlik lazımdır. Gəldik görək mübtəda neçədə nədir? 2 dənədir. 2 dənədirsə mənə icazə lazımdır. Çünki one ənazə 3 və daha çox insan olarsa istifadə olunar. Betəzən. İsim var. Burada da isim yoxdur. Ona görə 2 variantı çıxaram. Çünki bunların S-i olmalıydı ki, mən isimsiz işlədim. Qaldı 1, 2, 3. İndi baxıram, burada isim var. İsim varsa, əksinə, S-i silərəm. Yəni, isim olan yerdə S olmaz. İsim olmayan yerdə əksinə S olar. Our handwriting, bizim əl yazımız, is better than theirs, onlarınkindən daha yaxşıdır. Gəldik bura. Are cheap. Ardırsa cəm. Sildim, sildim, sildim. Çünki bunlar təkdə işlənir. Give me, pay. Təkdədir. Təkdə. Demin mənim cinsə baxırıq. Yox. Ofdan 2 isim arasında of varsa birincisine baxacaq. Təkdədir. Ona görə buradakı da cəmi də silirəm. Qaldı düz variant bu. Are these cheap? Dediniz mənə, nə oldu? Burada cins sözü həm təkdə işləndi, həm cəmdə. Bəli.
Əgər burada heç bir göstərici yoxdur, cinsdən danışırsa, qabağında a pair sözü yoxdursa, are these jeans nəzərdə tutulub, cheap oldu, doğrudur. Amma give me burada pair sözü varsa, artıq bir cüt cinsdən söhbət gedir. Burada pair'ə görə təki seçərəm. Gəlin bura. My var burada sözünü. Son. Birincisi S var, silərəm. Çünki isimlə işlənməz. Bir. İkincisi, my təyin edicidir. Article-la işlətmərəm. Qaldı. Y variantı. Gəlin bura. Has anyone seen keys? İsim var. My-ni silərəm. My doğrudur. Çünki my isimsiz işlənir. I can't find. Tapa bilmirəm nəyi, açar cəmdədir. Cəmdə olduğu üçün fiildən sonra obyektin cəm halda verməliydim. Sildik. Qaldı. Təkdir bu. Bu ümumiyyətlə onun deməkdir. Mütləq isim almalıdır. Burada isim görürsünüz ki, yoxdur. Qaldı B variantı. Has anyone seen my keys? Kimsə mənim açarlarımı görüb. I can't find them. Onları tapa bilmirəm. They never do their homework. Söhbət nədən gedir? Kimdən gedir? They'dən. Themselves olacaq. Onlar heç vaxt özləri etmirlər tapşırıqlarını. Bəzi mənim şagirdlərim kimi. Susan has decorated the room. Söhbət kimdən gedir? Susan'dan gedir. Susan təkdədir. Cəmləri silərəm. Susan qadın olduğu üçün herself işlədəcək. Burada uşaqlar Susan versəydi, üçüncü şəxs olsa belə, vergül varsa, mütləq yourself-ı seçərəm. Əgər vergül varsa, bu zaman heç vaxt, bilirsiniz ki, əmr cümləsində üçüncü şəxs olmaz. Vergül olar və belə olar. Do it Susan, vergül. Do it yourself. Çünki vergül var, xitab eləyirəm. Xitab elədiyim halda əmr cümləsi sayılır. Mütləq yourself. Amma burada görürsünüz, heç bir vergül yoxdur. Üçüncü şəxsin təki var. Susan özü etmir olur. Doesn't like, xoşlamır, feil var burada. Xoşlamaq, mənə obyekt hal lazımdır. Amma söhbət milkdan gedir. Milk sayılmayan cansız bir isim olduğu üçün it, bayaq keçdiyim birinci sualı da izah etdiyim it. Kimsə indi qoşulubsa, indi baxırsa bu hissəsinə, iti başa düşmədisə, birinci sualda itin qaydasını izah etmişəm. Üzr istəyirəm. Gəldik bura. Yenə oflu birləşmə var. Xəbərə baxaram. Xəbər məndə təkdir. Ol və bosuz silərəm. Ol ona görə sildim ki, cəm isim verib, demək mütləq xəbərim cəm olmalıydı. Bosun xəbəri həmişə cəmdir. Gəldi each, Ayza, every'yə. Every'dən sonra of gəlməz. Each Ayza of the students own individual character. Uşaqlar, nə qədər birləşmə olur olsun. Burada isim var. İsim varsa, mütləq mənə yəlik hal lazımdır. Amma it is xəbərdir. Yəlik deyil. Ona görə A variantı doğrudur. Yaxşı. Deməli, gəldi bura. You can find, feil var, flat easily. İsim var burada. Deyərdik ki, feil var da gəlin obyekt götürür. Yo. Elə olanda bura baxırıq. Feildən sonra isim olmasaydı, düzdür. Amma burada isim varsa, mənə yiyəlik lazımdır. Mine özünə sonra isim almaz. S özünə sonra isim almaz. 1, 2, 3. On the second floor. Mübtəda və burada S var, iz var. Zaten burada iz varsa heç bu izi qoymaram. Bundan sonra isim verməliydim. İsim verməliydim. Çünki bu onun deməkdir. Qaldı bu variant. Yenə iti başa düşməyənlər birinci suala bir də baxsınlar. It is on the second floor. Mübtəda yerinə gəlib. Bayaq tamamlıq yerinə gəlmişdir. Burada mübtəda yerinə gəlib. O ikinci mərtəbədədir. Red shoes. Axtarıram. Cəmdir. Cəmdir. Demək, mən təkləri silərəm. Okay, which you see over there are my brothers. Are. Burada ümumiyyətlə 1, 2, 3 dənə boşluq var. Amma 2 dənə variant var. Demək, bu yanlış düşüb. Burada çap səhvi birləşmiş olmalıydı. These are my brothers. Qardaşımındır.
Gəldik bura. Müəllimə, bəlkə burada boşluq buranın deyil, burada səhvdir. Yox. Niyə deyirəm burada səhvdir? Çünki bir təyin edici var. Düzdürmü? My. My'dan sonra artıq digər təyin edicilərə ehtiyac yoxdur. Bunu yadınızda saxlayın. My'dan sonra which, that, nə bilim, belə şeylər işlətmək olmaz. Z, any, belə şeylər işlətmək olmaz. Gəldik bura. The red shoes. Cansız isimdirsə who qoya bilmərəm. Z qoya bilərdim. Buradakı zət başqadır, buradakı zət başqadır. Bu işarə əvəzliyi zətdir, bu. Bu isə relative pronoundur. Hansı ki deməkdir, nisbə əvəzlikdir. Hansı ki. Gəldik bura. Which deyə bilərəm. Qaldı iki variant. Çaşıram, deyirəm, hansını seçməliyəm? O da bura baxaram. Over. Over Z sözü orada deməkdir. Harda Z'yə gördünüz, ya zəti seçərəm tək isimdirsə, ya da zo'su seçərəm cəm isimdirsə. This here ilə işlənməlidir. Burada sözü ilə işlənməlidir. Qaldı C variantı those. Çünki orada sözü var burada. Thomas is a writer. İki isim var. Writer yazıcı. Novels da romandır. İki isim arasında həmişə whose işlənər. Kiminki romanları. İsim var və over Z var. Görürsünüz? Over Z varsa zət seçərəm. Zo'su seçərəm. Zət seçərəm. This. Zo'su silərəm. Çünki karım təkdədir. Qaldı B və D variantı. Burada isim yoxdur. Ona görə mən my işlədə bilmərəm. Mine işlədəcəm. Çünki mine isimsiz işlənir. My mütləq isim almalıdır. Yenə belə bir birləşmə xəbərə baxıram. Xəbərim S alıb. İsimdən fərqli olaraq S aldısa fiil demək o nədir? Təkdədir. All of these ways. All cəm isim alıbsa cəm xəbər alır. Both həmişə cəm xəbər alır. Every'dən sonra of gəlmir. Qaldı neither of these ways, each of these ways və either of these ways. Gəldik bura. I can't find pencil over here. Görürsünüz? Burada əgər işarə əvəzliyi olsaydı, here işlədərdi this və yaxud da cəm isim olsaydı this. I can find my pencil. Mine verə bilmərəm. Çünki burada görürsünüz, isim var. Yours verə bilmərəm, hers verə bilmərəm. Bu hər ikisindən işlənə bilər. Ona görə saxlayıram bu variantı. Can I use Donata? Donata, mən deyir, istədə bilərəm. Və Donata yəqin qız adıdır, xanım adıdır. Donata deyir, işlədə bilərəm. Yəqin sənin qələmini deyir. Yours olmalıdır. Burada isim yoxdur. Görürsünüz, isim, pencil sözü burada ikinci dəfə adı çəkilməyib. Demək, mənə isimsiz variant lazımdır. Gəldi bura. I work day except Sunday. Aha, mən hər gün işləyirəm. Bir dənə bazar gündən başqa. Evdən sonra of olmaz. S-dən sonra gün gəlməz. İsim gəlməz. Bostan sonra cəm isim gəlməli idi. Buradan samdan sonra sayılırsa mütləq cəmlənməli idi. Ona görə every day düzgün variantdır. Gəldik bura. A baby learns the meaning of the words as are spoken. Ar var. Və görürsünüz ki, zey, iti pozaram cansızdır. Zey saxlayaram. Mənimə bəs zeyir nədir? Zeyir mütləq isim almalıdır. Burada isim yoxdur ki. Ona görə onu da pozuram. Spoken by others and later uses in sentences. Deyir ki, uşaq sözləri dinləyir, deyilən sözləri. The words as they are spoken, onlar danışılırsa, söhbət onlardan nədən gedir? İsimdən, sözlərdən, cəmdədir. Cəmdə olduğu üçün istifadə edir nəyi? Sözləri, obyekt alın cəm forması. Gəldik. Obyekt deyil cəm olsa da çıxdım. Ümumiyyətlə bu obyekt deyil. Qaldı bunlar. Niyə? Deyir ki, as they are spoken, onlar danışılır. Mübtəda kimi işlədir. Onlar danışılır. They are spoken. Burada da istifadə edir nəyi? Onları obyekt al lazımdır. Feildən sonra obyekt al işlənməlidir. The, cəmdir.
No işlədə bilərəm. Demişdim ki, no həm tək, həm cəm, həm sayılan, həm sayılmayan isimlərlə işlənər. V varsa uşaqlar, yaxşı bilmirəm fish təkdədir, cəmdədir, çünki fishdir, deerdir, swine'dir, sheepdir. Bunlar təki cəmi bilinməz. Amma were veribsə cəmdədir. Ən təklərlə işlənir. Is varsa isim almamalıydı. Alıb, demək some və no-nu işlədərəm. Gəldim bura. David doesn't have friends cəmdədir. Gəlin bura. İnkar var. İnkar varsa eni işlədərəm. Bu heç. S var, isim almaz. N var, cəm isim almaz. Doesn't have the others, burada S var, isim almaz. Else isə törəmədən sonra işlənməlidir. Ona görə A variantı doğru variantı. David doesn't have any other friends. Other özündən sonra nə alır? Sayılan cəm isim alır. Vəssalam, bu qədər qaydası.